necə dəyərləndirirsiniz? Həm Netanyahunun çox yaxın zamanda Trumpla görüşmək istəyi, artıq bununla bağlı vaxt belə dəqiqləşdirilir. Eyni zamanda Azərbaycana olan Əziz Nəsirzadənin səfəri. Regionda nələrə nail olmaq istəyir müəyyən qüvvələr? Bilirsiniz, indi qüvvələrin fərqli düşüncələri vardır. Bəziləri müharibə istəyir, bəziləri sülh istəyir, bəziləri öz maraqlarının, belə deyək, təminatını istəyir, fərq etməz hansı yol olursa olsun və buna uyğun da olaraq dövlətlər hərəkət edirlər. Yəni, Azərbaycanda bilirsiniz, bəli, bu saat gündəm, belə deyək, çox belə məhsuldardır. Bugün Yahudi lobbilərin rəhbərləri görüşüb ölkə başçısı ilə. Sabah tarixdə ilk dəfə olan Amerikanın vitse-prezidenti Azərbaycana səfər edir. Eyni zamanda İranın generallarından biri, yəni əsas generallarından biri Azərbaycana səfər edir. Bu yandan da Netanyahu Trumpla görüş istəyir. Netanyahunun da belə deyə başa düşmək olmaz. Bəlkə də olar. Netanyahu həm istəyir ki, Amerika İranı belə deyək, sıradan çıxasın, amma həm də İrandan çəkinir. Bilirsiniz də Netanyahu Trump'ın dediyinə görə, Trump özü demiş ki, mən vururdum, mən güya Trump köməyə gəlirdi oradakı müxalifətçilərə və Netanyahu xahiş elədi ki, yox, hələ gəlmə, İran bizi vurar. Bir tərəfdən Netanyahu da həmin belə deyək, istəyir İranı likvidasiya eləsin Amerikanın əlindən, amma həm də qorxur, çəkinir ki, İran Amerikaya belə deyək, əli çatmasa da əlində altı olanda, məsələ üçün bir də İsrailə ziyan vura bilər ən azından. Ona görə belə bir vəziyyət yaranıb ki, belə çox belə şahmatda olun, çox belə gedişatlı bir dövrdür. Hərə öz gedişini edir. Biri atı ilə, biri topu ilə, biri piyadası ilə, biri vəzirini irəli verir və belə bir vəziyyətdə... Hansı fiqur daha güclüdür sizcə? Hələlik Amerika güclüdür. Çünki ən güclü dünyada ölkə odur hələlik təbii ki. İsrail də bundan istifadə edir. İsrail ən belə deyək, özünü şıltaq evlad kimi aparır, güvənir Yahudi diasporasına, Amerikada, Yahudi lobbisinə və buna uyğun olan Amerikadan hər dəfə daha çox şey tələb edir. Biz belə Türkiyə təbii müttəfiq deyirik, biz belə Türkiyədən o qədər şey tələb eləmirik. Düz deyə bilərsiniz ki, Türkiyə-Amerika kimi güclü dövlətdir, bəlkə Türkiyə-Amerika kimi güclü olsa biz də özümüzə elə apararıq, amma düşünmürəm. Yəni, çox belə şıltaq evlad kimi aparır. Elə Trump da indi hakimiyyətdə də Yahudilərin dostudur, bəlkə Yahudi də özü də bilmək olmaz və buna olaraq da ən azı siyonistdir, bu dəqiqdir. Və buna uyğun olaraq İsrail indi maksimum Trump iqtidarından yararlanmaq istəyir, həm Qəzza problemini özünün xeyrinə həll etmək istəyir, həm də İran problemi. Ümumiyyətlə, bu son dövrlərdə yayılan bu Epstein faylları, dosyalarından belə başa düşürük ki, çox şey bildiyimiz kimi deyil, o deyir, əzbərləri pozan məlumatlar da var. Ona görə də həqiqətən də nələri bilirik, tam obyektivdirmi, o da sual altındadır. Ancaq istənilən halda düşünürsünüz ki, İsrail tərəfi daha çox Amerikanın dəstəyinə güvənir. Ancaq bəzən verilən bəyanatlardan biz belə başa düşə bilirik ki, İsrail hal-hazırda özünün gücünə, potensialına, hərbi imkanlarına çox güvənir. Çünki bir dəfə hətta Netanyahu açıq şəkildə bildirmişdi ki, bizim Amerikanın dəstəyi olmasa belə, razılığı olmasa belə biz bu hücumları, təzyiqləri İrana yönəlik davam etdirəcəyik. Mümkündürmü sizcə? Yox, mümkün deyil. Netanyahu yalan danışır və əgər bir adamın deyərlər belə etsə, 12 günlük idi, 13 günlük idi, sizə bir qarşı durma yaranmışdı İsrail ilə İran arasında. Niyə Amerikadan kömək istədi? Niyə dedi, gətir gəmiləri, gəl raketdən vur günən? Yaxşı, niyə Trumpla görüş tələb edir? Niyə Trump oraya müxalifətçilərə kömək göndərəndə Netanyahu Trumpa xahiş edib ki, Trump bunu deyir. Yəni, Trumpa da inanmayaq ki, sən gəlmə hələ, kömək eləmə. Çünki İran bizə vura bilər, təhlükə var İranda. Əgər belədirsə, niyə hər dəfə Trumpla danışıqlar, Amerikaya səfərlər, Amerikadan tələblər, Amerikadan istəyirlər, sən tək bacararsan, buyur da, bu xodur meydan, bu get görə niyə eləyə bilirsən? Qəzza zolağında bir Hamasa bacarmayan bir ölkədir İsrail, bunu unutmayaq. İrana nə eləyə bilər tək başına, heç nə eləyə bilər. Ümumiyyətlə, Amerika dövləti regionda olmasa, İsrail adlı dövlət orada olmaz. Necə ki, Rusiya regionda olmasa, Ermənistan adlı dövlət regionda olmaz idi. Eynən də Amerika adlı dövlət olmasaydı və onun dəstəyi olmasaydı, İsrail adlı dövlət regionda olmaz idi. Osmanlının qalıqlarında qurulan dövlətlər də həm Ermənistan, həm İran, Türk dünyasına, Ərəb dünyasının içinin daxilində bir dəhlizdir və o dəhlizdə bir xəncər kimi hələ də Türk dünyasını və Ərəb dünyasını qanatmaqdadır. Aydın da, Həyət bəy, sizə minnətdarlığımızı bildiririk, dəvətimizi qəbul etdiyiniz üçün və dəyərli təhlil üçün. Sağ olun.